Salamlar. Gəlin 9-cu sinifə düşə biləcək bir neçə imtahan modelinə uyğun deməli sual izahına baxaq. 15-ci suala deyək ki, düzgün cümlələri seçin. Mübtəda xəbər uzlaşmasıdır. Polis həmişə cəmdədir, arda cəm xəbərdir. Yəni cəm mübtəda, cəm xəbər bir düzdür. Each of hər biri deməkdir. Mübtəda cəm xəbər isə təkdə olmalıdır. Fe'l indiki zamanda olduğu üçün təkdə sonunda s yazmalıydıq. 2 yanlışdır. Biz burada who deməli bağlayıcı sözü gördük. Who'dan əvvəlki ismimiz cəmdədir. Bu isim cəmdə olduğu üçün də biz özündən sonraki sözü də cəmdə verməliyik. Buradakını da cəmdə verməliyik. 3 səhvdir. Deməli, burada isə sözünlüyə qədərki hissədə woman gördük. Təkdədir. Xəbərimiz də təkdədir. İndiki sadə zamanda sonunda s var. Düzgün cümlələri istəyirdi. Yəni 1-4 variantı olur. 16-cı suala baxırıq. Deyək ki, otağa getmə, atan orada layihə üzərində işləyir. Əmr cümləsindən sonra həmişə indiki davam edici zaman yazmalıyıq. İndiki davam edici zamanda to be üstəgələk ing. Hansı cümlə məhcula çevrilə bilməz? Deməli, subject, verb, object. Bunun tamamlığı var. Katibə məktubu yazıb. Bu çevrilə bilər. Suddenly the dog appeared at the door. Bu zərfdir. Deməli, qəflətən adverb. Dog, subject, appeared verb, at the door harda qapıda. Yenə bu deməli yer zərfidir. Place. Bu ola bilməz. Çünki burada tamamlıq yoxdur. 2-ni götürürük. The Browns left for seaside for the weekend. Həftə sonu üçün deyir dəniz kənarına getdilər. Burada da tamamlıq yoxdur. Bunu götürürük. Alice used the new word. Subject, verb, object in the sentence. Bu da elə adverbdir. Yəni, var burada çevrilə bilər. Deməli, çevrilə bilməz deyildi bizdən. Düzdürmü? 2-3 olacaq. She wants to be successful. She needs to work harder. Tərcümə istəyir bizdən. Uğurlu olmaq istəyir, çox çalışmağa ehtiyacı var. Əgər uğurlu olmaq istəyirsə, if olacaq. Yəni, if she wants to be successful, she needs to work harder. Əgər şərt qoyur qabağına ki, o uğurlu olmaq istəyirsə, çox çalışmağa ehtiyacı var. Daha çox izahlar üçün səhifəmi izləməyi unutmayın. Sağ olun.